söhbətimiz. İkinci müharibədə Ərdəbil pasqahlarına nə soğuşdu? 1320 Şəhrivər ayının 3-cü günün Rus qoşunu yerdən və göydən Azərbaycanı işğal elədilər və ondan qabağa Təbriz, Ərdəbil, Urmiya şəhərini də işğal eləmişdilər. Mərdum mat qalmışdı və nigaran idilər və bavar eləmirdilər. Şurəvi qoşunu bu asanlıqda Azərbaycanın tamam torpağını təsərrüf eləsin. Belə ki, Rıza Şah və onun mayorları və fərmandehləri təbliğat aparmışdılar. Ərtiş-i milli deyirdilər və İran əmniyyətin və şurişlərin aradan aparmışdılar. Və İran ərtişin təzəlikdə otlu silaha tədsiz eləyib və yıxılmaz bir qüvvə deyirdilər. Ərdəbil, Təbriz, Meşkin padğanı əslən müqavimət eləmədi, ağ bayrağı qovzadı. Bir iddə əşair Qəyur, Muğanda və Savallana təcində pasqahlara gedib Rus təcavüzkarlarla vuruşdular. Pasqahların biri Pir Ev Atlu Araz çayın qırağında üz verdi. Pir Ev Atlu kənd əhalisinin öz tüfəngləri ilə sərbazlara qoşulub Arazdan keçənlərlə vuruşdular. Çox saldat dərəkə yollandı. Neçə saat soğuşandan sonra bir dəstə Rus müsəlsəlçisi kəndə hücum gətirib və burada İran pasqahının fərmandehi kətlilərə tez dedi, meşəlicə geçsinlər. Tövsiyə elədi ki, yoxsa pasqahda qalsalar tələfat və ölüm çox olar. Ruslar pasqaha yürüş gətirib, Rusdan neçə nəfər ölüb və İranlılardan da neçə nəfər yaralı Cermiyə tərəf qaçdılar. Amma bu qəhrəmanlar ki, pasqahdan yaralı qaçmışdılar, yolda təəssüflə susuzluq və acılıqdan şəhid oldular və sümükləri yolda qaldı. Əd cümlə bala kişi Pirevatlu ağa kişinin oğlu tək şah sevənlərdən idi ki, kətdə qalmışdı və Rusların əlində də öldü. Amma o biri pasqah ki, Ruslar qabağında müqavimət elədi, Biləsuvarda Qorc təppə pasqahıdır. Xatirələrə görə açılan gündəki padğan Rus qoşunu qafilgiranə sübh əhali mütəvəccüh oldular ki, Ruslar sərhəddən soğuşublar. Düşmənin top ərəbə səsindən və atların səsindən mərdum yuxudan oyandılar. Bir iddə cavan silahlı sərbazlara qoşulub şurəvi saldatlarına üzbəüz vuruşdular. Pasqah fərmandehi Quruhban şəhid Seyyid Əsli və sərbazları fəci vəzdə Ruslar əlində öldülər. Hətta onlar qoymadılar ki, bu sərbazları və mayorun və fərmandehlərin orada dəfn və bastıralar. 4 gün havada qaldı. 4 gündən sonra bir iddə əhali və kənd və ətraflı cürət eləyib Rus mayorlarından görüşüblər ki, Bakının bolşeviklərindən biri idi. Cənazələri təhvil alıb və Balharut çayının qırağında onları dəfn elədilər. İllər boyu bunların aramgahı və yatacaq yerləri və mətfənləri xaraba qalıb və aradan gedib. Təəssüflə heç vaxt nə o dövlət, nə bu nizamda bura təvəccühü olunmayıb. Amma Qorc təppə pasqahın yanında da bir pasqahı vardır, adı Murad kəndi pasqahı adlanıb. Orada da Rus saldatları ilə bir iddə müqavimət göstərdilər. Bir mühüm ittifaq da Biləsuvarda, Biləsuvarın özündə üzbəüz düşdü. O da düşmən ki, gömrükdən və taxta qapıdan soğuşub 6 nəfər sərbazı və bir qrupanı öldürüb, onların da mətfəni bugün Biləsuvar şəhrinin qırağında qalıb. Təbriz, Qəzvin, Ərdəbil padğanı dağılandan sonra bir iddə əşair gənc ki, Təbrizdə sərbazçılıq xidmətində idilər, fərmandehsiz qalıb və böyüksüz qalıblar, ayaqyalın Təbrizdən Muğanincək, susuz və ac və çörəksiz dərdli özlərin vətənlərinə yetirirlər və dərdnamə oxurlar. Onlar sözləri bu oldu ki, bizim çoxumuzu düşmən öldürmədi, xain dost və başçısı öldürdü. Xain dost və xain başçılar öldürdü. Vəssalam.